Salam əziz həmkarlar. Daniel Goleman, emosional zəka nəzəriyyəsi, test izahı. Sual 1. 9-cu sinif şagirdi sinifdə masaların üzərində divar boyası tökərək məktəb mülkünə ziyan vurmuşdur. Buna səbəb bəzi sinif yoldaşlarını onu uşaq adlandırması idi. Şagird özünü alçaldılmış hiss edir və bu addımı ilə uşaq olmadığını sübut etməyə çalışır. Şagird əsəbləşib, hisslərini cilovlaya bilmir. Bu hansıdır? Özünü idarə etmə. Yəni, özünü idarə edə bilmir. Sual 2. Klasterə uyğun gəlməyən ifadəni müəyyən edin. Emosional intellektin komponentləri və onların xüsusiyyətlərindən agah olmaq, insanın emosional vəziyyətinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Doğrudur bu, yəni. Onsuz da doğru olaraq verib də, yəni uyğun gəlməyəni tapmalıyıq. İnsanı əhatə edən şəxslər, valideyn, qohum, müəllim, onun emosional intellektinin dəyişməsinə bilavasitə təsir edən faktordur. Bu doğru bir fikirdir. Yəni, bizə qıraqdan verilən hər hansı bir söz, tərif bizim emosional intellektimizi dəyişə bilər. Özünü dərk, yüksək intuasiya və düzgün nəticə çıxarma əsasıdır. Bu da doğrudur. Qəzəb hissinin belə lazımı anda, lazımı miqdarda göstərilməsi insanlar arasında ünsiyyətin tənzimlənməsinə kömək edən faktor kimi çıxış edir. Bu da doğrudur. Mənəvi inkişafın hər hansı bir səviyyəsində olan insan üçün müəyyən davranış olduğu halda, digər səviyyədə olan insan onu yanlış hesab edə bilər. Bu doğrudur, amma emosional intellektə aid deyil, mənəvi inkişaf nəzəriyyəsinə aiddir. B variantı. Şagird rəhbərlik etdiyi komanda üzvlərinə gözləntilərin düzgün şəkildə çatdıraraq, onları öz potensialına uyğun fəaliyyətə yönəltməyə bacarır. Yadınızda saxlayın, özünüzdən başqa şəxslərdə varsa, artıq o şəxslərlə ünsiyyət qurursunuzsa, komandanı məqsədə doğru yönəldə bilirsinizsə, fikirlərinizi düzgün çatdıra bilirsinizsə, bu münasibətin idarə olunmasıdır. D variantı. Sual 4. Emosional intellekt nəzəriyyəsinə əsasən verilmiş fikirlərdən biri doğru hesab olunmur. Müəyyən yaş mərhələsindən sonra emosional intellektin hər hansı bir komponentini inkişaf etdirmək uğursuz olar. Bu doğru deyil. Yəni, istənilən yaşda emosional intellekti inkişaf elətdirmək olur. Uşaqlarda sonradan empatiya hissini dərinləşdirmək mümkündür, doğrudur. Emosional intellekt başqalarının hisslərini müşahidə etmək və davranışlarını emosional məlumatlıqdan istifadə etmə bacarığıdır, doğrudur. Qəzəb hissi belə lazımı miqdarda göstərilsə, ünsiyyətin tənzimlənməsinə kömək edə bilər, doğrudur. İstənilən yaşda insanlarda özünü idarə etmə vərdişi formalaşdırmaq olar, doğrudur. Deməli, 4-də olduğu A variantı. Müəllim fəaliyyətini onların şagirddə inkişaf etdiyi emosional intellekti sahə ilə uyğunlaşdırın. Aha, variantlardan hansı-hansına uyğundur, onu tapmalıyıq. Başqa insanların fikrinə, düşüncə və hisslərini anlamağı öyrədir. Bax, başqa insanların fikir, düşüncə və hisslərini anlamağı öyrədir. Aha. Deməli, birdə nədir? Empatiyadır da, başqalarının hissin, düşüncələrin, hisslərini anlayacaqsan. Özünün hissləri haqqında düşünməyə çağırır. Bu özünü dərkdir. Rollu oyunlar vasitəsilə qarşı tərəflə doğru ünsiyyət qurmağa çalışır. Baxın, qarşı tərəflə iki şəxs var da artıq, bu olur münasibətin idarə olunması. Öz hisslərini rasionallaşdırmaq üçün yönlədici suallar verir, bu da özünü dərkdir. Deməli, 1-ə C, 2-A, 3-ə D, 4-ə B. Bu da oldu C variantı. Şagird ev tapşırığını yerinə yetirmədən dostları ilə oynamaq istəyir. Lakin şagirdin valideyni bu halda onun hansı nəticələrlə üzləşəcəyini tapşırığı bitirmək üçün kifayət qədər vaxtının olmayacağını təmkinlə izah edir. Şagird bu zaman nə olacaq? Artıq özünü idarə etmə komponenti formalaşacaq. Yəni, şagird evə gəlir, tapşırığı yerinə yetirə bilmir. Dərk eləmir ki, yəni mən tapşırığı yerinə yetirməliyəm. Başlayır digər yoldaşları ilə oynamağa. Müəllim ona izah edir ki, müəllim deyəndə valideyn.
Yəni bu belə olmaz. Şagirddə özünü dərk formalaşır, ondan sonra özünü idarə edir. Yəni burada əsas vəziyyət şagird özünü idarə etsin deyə müəllim valideyn şagirdlə ünsiyyət qurur. Bu oldu özünü idarə etmə. Müəllim şagirdin səhv hesab edərək bunu sinif qarşısında bildirir. Şagird isə bundan qəzəblənir. O bir neçə saniyə fasilə verib dərin nəfəs alır və sakit şəkildə səhvini izah olunmasını xahiş edir. Dərsdən sonra isə vəziyyəti təhlil edərək növbəti tapşırıqlarda daha diqqətli olmaq qərarına gəlir. Bu situasiyada şagirdin davranışı onun emosional zəkası haqqında hansı fikir söyləməyə əsas verir. Bax, şagird emosiyalarını dərk edir, qəzəbləndi də, niyə qəzəbləndi onu dərk edir, onu tənzimləyə bilir və konstruktiv davranış strategiyasını seçir, B variantı. Məsələn, gizlətmir. Məsələn, açıq mübahisədən çəkinir, avtoritet, bu da səhvdir. Konflikt vəziyyətdən qaçmır, məsuliyyəti tamamilə müəllimin üzərinə qoymur. Bunlar səhvdir. Sadəcə emosiyalarını dərk edə bilir. Dərsdə iki şagird arasında konflikt baş verib. Dərs bitdikdən sonra müəllim hər iki şagirdlə ayrı-ayrılıqda söhbət edir. Bundan sonra şagirdlərdə belə bir düşüncə yaranır. Gərək onu günahlandırmazdan əvvəl məsələni dəqiqləşdirərdim. Bu nədir? İdarə olunmadır da, münasibətin idarə olunması. Şagirdlər münasibətlərini idarə edə bilməyib konflikt aparırlar. Müəllim izah edir, şagird də düşünür ki, yəni gərək mən bunu daha dəqiqləşdirərdim. Bu olur, müəllim şagirddə münasibətin idarə olunma bacarığını inkişaf elətdirib. Çünki yadınızda saxlayın, münasibətin idarə olunmasında bir neçə başqa şəxslər də olur. Şagird BSG-dən arzu etdiyi nəticəni əldə etmədiyinə görə kədərlənir. Valideyni ilə söhbət zamanı onun təhsili üçün etdikləri maddi və mənəvi fədakarlıqları vurğulayırlar. Valideynlərlə söhbət şagirdin məsuliyyət hissini artırır, növbəti imtahanlarda uğur qazanmasına stimul verir, yəni motivasiya verir. Valideyn şagirdə motivasiya verdi. Bu da olur D variantı. Müəllim şagirdlərdə emosional zəkanın motivasiya komponentinin inkişafı ilə bağlı məlumat əldə etmək üçün onlar arasında sorğu keçirir. Sorğuya verilən cavablardan hansılar emosional zəkanın motivasiya komponentinə aid edilə bilməz? Hansı amilləri duyğularımın dəyişməsinə təsir etdiyindən, onların əlamətlərindən xəbərdaram. Bu özünü dərkdir, motivasiya deyil. Qarşılaşdığım çətinliklər məni irəliyə doğru daha əzmlə çalışmağa vadar edən qüvvəyə çevirmək bacarığına malikəm. Bu özünü motivasiya edib. Məsuliyyəti götürdüyüm tapşırıqların müsbət nəticəsini təsəvvür edərək özümü ruhlandırıram. Özünü motivasiya edib. Narahat və əsəbi hiss edəndə özümü necə sakitləşdirəcəyimi bilirəm. Bu özünü idarə etmədir. Tapşırıqları həll etmək üçün fəaliyyətimi planlaşdırarkən həmin zaman vəziyyətimi nəzərə alıram ki, bu da mənə onları yekunlaşdırmaqda yardım edir. Bu da motivasiyadır. Deməli oldu A variantı 1-lə 4. Müəllim şagirdlərə emosiyalar haqqında məlumat verir. Onun növləri və xüsusiyyətlərini eyni zamanda onların həyatımızda rolu haqqında danışır. Emosional intellekt hansı sahəni inkişaf elətdirəcək? Əlbəttə ki, özünü dərk. Məlumat veririk, növləri haqqında məlumat veririk ki, şagird özünü dərk prosesi formalaşsın. Dərs zamanı şagird təqdimat edərkən səsinin titrədiyini və fikirlərini ardıcıl ifadə etməkdə çətinlik çəkdiyini hiss edir. O anlayır ki, bu həyəcanla bağlıdır. O çıxışdan sonra müəllimə yaxınlaşıb bildirir ki, növbəti çıxışdan əvvəl daha yaxşı hazırlaşmaq və nəfəs almaq məşq etmək istəyir. Verilmiş situasiyada nə oldu? Şagird özünü tanıdı. Yəni, şagird emosional vəziyyətini tanıdı və onun performansına təsirini dərk edir. Bax, budur. Görürsünüz, deyir ki, çıxışdan sonra müəllimə deyir, növbəti dəfə çıxışdan əvvəl yaxşı hazırlaşıb nəfəs məşq etmək istəyirəm. Niyə? O dərk edib ki, həyəcanla bağlıdır. Yəni, artıq şagird öz-özlüyündə niyə səsinin titrədiyini, fikirlərini ardıcıl ifadə etməkdə niyə çətinlik çəkdiyini dərk elədi. Yəni, özünü tanıdı. Riyaziyyat fənnindən aşağı nəticə edən şagird gələcəklə bağlı məqsədləri haqqında düşünür. Motivasiyadır bu.
O kodlaşdırmanın nə qədər çox səhv etdiyini xatırlayır və bir gün proqram mühəndisi olmağı xəyal edir. Buna görə uğursuzluğa baxmayaraq riyazi bacarıqlarını təkmilləşdirməyə çalışır. Bunun ona faydalı olacağını anlayır. Özünü daxili motivasiya etdi. Baxın, mən gələcəkdə filan peşə olacağam. Bunu olmaq üçün çalışmalıyam. Özünü daxili motivasiya etdi. Yəni, onun gələcəklə bağlı qərar qəbulunda özünü göstərdi. C variantı. Emosional intellektin özünü idarə etmə komponenti ilə bağlı fikirlərdən hansı doğrudur? Özünü idarə etmə zamanı keçirilən hisslərin rasional düşüncə ilə köklənməsi vacibdir. Bəli, məntiqlə, ağılla düşünmək lazımdır. Şagird özünü idarə etmə bacarıqlarını istənilən yaşda formalaşdırmaq mümkün deyil, yox mümkündür. İnsan öz hisslərini tanımadan da onları rahat idarə edə bilər, yox edə bilməz. Özünü idarə etmə zamanı hisslər güclü olduğunda emosional düşüncə arxa planda qalır, səhvdir. Hissləri rasionallaşdıraraq onların idarə olunmasını təmin etmək mümkün deyil, səhvdir. Deməli 14 oldu A variantı. 15. Verilən nümunələrdən hansı emosional zəkanın motivasiya komponentinə aid deyil? Şagird debat zamanı qarşı tərəfin onun fikirlərini təksib etdiyi zaman emosional sabitlik nümayiş etdirir. Bu motivasiya deyil, axı elə bir. Münasibətin idarə olunmasıdır. İlkin qiymət yüksək olmasının təsirlərini düşünən şagird dərslərində ruh yüksəkliyi ilə çalışır, motivasiyadır. Şagird müzakirə zamanı əsaslandırılmamış fikirləri səsləndirmir. Qarşı tərəfin səsləndirdiyi fikirlərə dözümlülük nümayiş etdirir. Bu da motivasiyadır. Motivasiya deyil. Sadəcə fikirlər səsləndirilmir, qarşı tərəfə dözümlülük edir. Motivasiya yoxdur burada. Yarışma zamanı şagird gedişatın onların komandasının əleyhinə olduğunu müşahidə edir və komanda yoldaşlarına müsbət fikirlər, konstruktiv rəy ilə ruhlandırmağa çalışır. Bu da xarici motivasiya. Deməli, A variantı 1 ilə 3 aid deyil, 2 ilə 4 aiddir. Sual işarəsinin yerinə hansı uyğun variant yazılmalıdır? Şagird davranışlarını tənzimləyərək daha pozitiv olur, yoldaşlarına və ailəsinə qarşı münasibətində bu hiss olunur. Şagird sözlü təhqir, dava və sinifdə dərsə maneçilik hallarını azaldır. Deməli, özünü idarə edə bilir. Oldu, özünü idarə etmə. Qrup işi zamanı iki şagird arasında fikir ayrılığı yaranır. Müəllim hər iki tərəfi dinləyir, ortaq məqsəd xatırladır və kompromis variant tapmağa yönəldir. Baxın, iki şagird varsa, deməli münasibət var da, fikir ayrılığı yaranıb, müəllim onları dinlədi, ortaq xüsusiyyət tapdı, məqsədi xatırlatdı, onlarda münasibətin idarə olunmasını inkişaf elətdirdi. Daniel Goleman emosional intellekt üzrə apardığı tədqiqatların nəticəsi deyil. Emosional intellekt həyat boyu dəyişir, düzdür. Emosiyalar bəzi hallarda olduqca dağıdıcı təsirə malik olur, düzdür. Uşaqlar hisslərini dərk etməsələr də onları daim təcrübədə yaşayırlar, düzdür. Bəzən yetkin şəxslər öz hisslərini tanımaqda çətinlik çəkirlər, düzdür. Empatiya hissi rasional düşüncəni arxa plana qoyur, mənəvi dəyərlərin dərinləşməsini əngəlləyir. Bax, bu səhv variantdır. Y variantı. Emosional intellektin komponentləri ilə bağlı verilən fikirlərdən hansı doğru deyil? Özünüdərk yüksək intuasiya və düzgün nəticə çıxarmanın əsasıdır, doğrudur. Özünü idarə etmə zamanı keçirilən hisslərin rasional düşüncə ilə köklənməsi vacibdir, doğrudur. Empatiya dedikdə insanın qarşısındakı şəxsin idraki və emosional vəziyyəti nəzərdə tutulur, doğrudur. Sosial bacarıqlar dedikdə düzgün oxu, yazı və ünsiyyət düzgün oxu yox, nə də yazı yox, sadəcə ünsiyyət bacarığı, D variantı səhvdir. Münasibətin idarə edilməsi emosional intellektin vacib komponentidir, doğrudur. Deməli 19'da oldu, D variantı. Sual 20. Emosional intellektlə bağlı hansı fikir doğrudur? Emosional intellektə sahib şagirdlərin qapalı düşüncə tərzinə malik olmalarına şərait yaradır, səhvdir. Təlim prosesində emosional intellektə sahib olmaq müəllim üçün vacib olan aspektlərdəndir, doğrudur. İnsanda emosional intellektin dəyişməsi mühitin təsirindən asılı deyil, yox, asılıdır. Təhsildə yüksək nailiyyətin əldə edilməsi üçün emosional zəkanın sosial məlumatlıq komponentin inkişafı daha vacibdir.
Bu da səhvdir. Deməli, şagirddə emosional intellektin formalaşmasında müəllimin rolu valideyndən çoxdur. Bu da səhvdir. 20-də oldu B variantı. 21. Duyğu akvarium yaradılır. Bu situasiya oxunur və bu zaman şagirdlər insanların hansı hisslər keçirdiyini yazılı şəkildə həmin akvariuma atırlar. Bu empatiya, yəni sosial məlumatlılıqdır. Qarşımdakı hansı hissi keçirir? Şagird sinif yoldaşının dediyi sözə görə ondan inciyir. İncidiyini bildirmək əvəzinə hirslənir və onunla dalaşır. Çünki, baxaq, müəllim dərsdən sonra şagirdə sual verir. Sən nə hiss edirsən? Səncə sən niyə özünü belə hiss edirsən? Müəllim bunu verir ki, şagird hisslərini anlasın. Şagird öz hisslərini anlasın ki, mən niyə belə hiss edirəm? Mənə nə oldu? Niyə özümü belə hiss edirəm? Bu olur A variantı. Şagird müəyyən konflikti, hadisə baş verdiyini, keçirdiyi hissləri analiz edir və onları mövcud hadisə ilə əlaqələndirərək nə dərəcədə düzgün reaksiya verdiyini müəyyən etməyə çalışır. Düzgün reaksiya verib özü, bu olur özünü idarə etmə. Görüm özümü idarə edib cavab vermişəm. B variantı. Sinifə yeni gəlmiş şagird dərsdə pasiv görünür. Müəllim onun adaptasiya çətinliyi yaşaya biləcəyini nəzərə alaraq tapşırıqları izah edərkən ona əlavə dəstək göstərir və fasilədə onunla fərdi söhbət edir. Verilən situasiyada müəllimin davranışı emosional zəkanın hansı komponentini daha çox əks etdirir? Müəllim yeni şagirddə emosional vəziyyətini fərz edərək onda fərdi yanaşma tətbiq edir. Yox, müəllim şagirdin passivliyini intizam problemi kimi deyil, mümkün emosional çətinlik kimi qiymətləndirir və buna uyğun dəstək göstərir. Bax, bu oldu B variantı. Çünki şagird adaptasiya ola bilmir də, passivdir, utanır, emosional vəziyyətdir burada. Müəllim şagirdə smailik paylayır və bir mətn oxaraq obrazın mənəvi vəziyyətini, keçirdiyi hissləri smailiklə göstərməsini istəyir. Qarşı tərəf hansı hissi keçirib? Bu olur sosial məlumatlılıq və ya empatiya. Şagird bir çox tapşırıqları rahatlıqla həll edir. Lakin yol verildiyi istənilən bir səhv onu ruhdan sala bilir. Nəticədə o prosesdən uzaqlaşır və öyrənmədə daha lazımı səviyyədə baş tuta bilmir. Deməli, bu şagird özünü idarə edə bilmir. Özünü idarə etmir. Çünki hissini dərk edib, ona uyğun hərəkətini tənzimləyə bilmir. Başqa bir şəhərə köçdüyü üçün şagird məktəbi də dəyişir. Şagird yeni məktəbdə sinif yoldaşları tərəfindən bullyingə məruz qalır. Bu zaman o aqressiya nümayiş etdirmədən yoldaşlarına narazılığını bildirir. Deməli, özünü idarə etməyə bacarır. Bu orada özünü idarə etmə B variantı. Çünki aqressiya göstərmədi. Yoldaşları ilə sinif daxili konflikt yaşayan şagird onu incidəcək bir söz deməmək və öz əsəblərini sakitləşdirmək üçün birdən ona kimi sayır. Niyə? Çünki emosiyasını idarə edə bilir. D variantı. Şagird uzun müddətdir ki, yorulmadan çalışdığı imtahanda uğursuz nəticə əldə edir və buna görə məyus olur. Lakin o keçmişdə uğursuzluqlarla üzləşdiyi vaxtlar hər bir uğursuzluqda onun uğur qazanmaq əzminin necə artdığını xatırlayır, öz-özünə motivasiya verir. B variantı. Şagird olimpiyadada uğursuz nəticə əldə edir. Lakin bunu şəxsi inkişaf üçün geri bildirim kimi qəbul edir və əlavə məşğələlərə qatılmaq qərarı verir. Yaşadığı məyusluğu dərk edir, yox. Şagird nəticəni rasional qiymətləndirib strategiyasını yenidən qurur, yox. Şagird uğursuzluğu inkişaf etmək kimi qəbul edib özünü təkmilləşməyə yönəlir. Bəli, deyir, uğursuzluq inkişaf edə bilər. Ona görə də əlavə məşğəliyə qoşulur. Özünə inamı qorumaq üçün fəaliyyət intensivliyi artır, yox. Gözləntiləri doğrultmaq üçün əlavə məşğələlərə qatılır, yox. Deməli oldu C variantı. Sinif rəhbəri şagirdin sinif iclasında dediklərinə məhəl qoymasa, onların motivasiyanın aşağı düşəcəyini bildiyindən vaxt aşırı keçirilən iclaslarda onların hər birini diqqətlə dinləyir, onların fəaliyyətlərini stimullaşdıracaq ifadələr edir. Verilmiş situasiyada sinif rəhbəri nə elədi? Qarşındakının hissini başa düşdü, empatiya göstərdi. Bu olur sosial məlumatlılıq. Məsələn, düşündü ki, mən onu dinləməsəm, o emosional vəziyyətə aşağı düşəcək, motivasiyası aşağı düşəcək. Deməli, qarşındakının hissini başa düşə bilir.
Sinif yoldaşları sinifə yeni gələn şagirdi dialektlə danışmasını istehza ilə yanaşır, onunla əməkdaşlıq etmirlər. Buna görə şagirdlər biri düşünür ki, ola bilər mən də başqa bir məktəbə və sinifə keçməli olaram. Mən də belə münasibət göstərsələr özümü çox pis hiss edərəm. Qarşımdakının hissim başa düşdü. Bu olur sosial məlumatlıq, empatiya. Qarşımdakı nə hiss keçirir? Şagirdlərdən biri yoldaşları ilə arasında anlaşılmazlıq yaranır. Şagird düşünür ki, mən özümü düzgün ifadə edə bilsəydim, bu hal baş verməzdi. Verilmiş situasiyada şagirdin özünü idarə etmə komponentinə ehtiyacı var. Özünü düzgün ifadə edə bilməyib. Dərsi anlamadığı üçün həyəcan keçirən şagird də bunun normal bir hal olduğunu, gələn dərs yenidən bu mövzunun üzərində işləyəcəyini vurğulayır. Bu da özünü idarə etməlidir. Bu normal haldır. Gələn dərs bunun üzərində işləyəcəm. Özünü idarə etməyi bilir. Hissini başa düşüb və özünü idarə edir. Emosional intellekt nəzəriyyəsinə görə özündəki komponentinin özündə etibar etmir. İnsan öz şəxslərini tanımaq etibar edir. İnsan hisslərini analiz etməsi aiddir. Gücü və zəif tərəflərini müəyyən etməsi aiddir. Şəxsin düzgün nəticə çıxarmağa kömək etməsi aiddir. Amma sosial bacarıqlara sahib olması bu aid deyil. Y variantı. Goldmana görə emosional intellektdə yüksək intuasiya, düzgün nəticə çıxarmaq bu özünü dərkə aiddir. B variantı. Şagirdlərdən biri irqçilik və etnik ayrıseçkiliyə qarşı kampaniyanın rəhbəridir və komanda üzvlərindən digərinin irqçilik zarafat etdiyini eşidir. O zaman o yoldaşının xətrinə dəyməməyə diqqət etməklə ona iradını bildirir. Bu hal bir də təkrarlanmasın. Komanda varsa, bir neçə şəxs varsa, iradını bildirir ki, bu hal təkrarlanmasın. Bunlar hamısı münasibətin idarə olunmasıdır. B bəndi. Müəllim dərs ilinin əvvəlində şagirdi tanımaq üçün onların üzərində müşahidə aparır. Müşahidə əsasında belə qənaətə gəlir ki, sinifdə 20 şagirddən yalnız 5-i digər sinif yoldaşları danışarkən onu diqqətlə və sona qədər dinləyir. Verilən situasiyada nə nəticəyə gəlmək olar? İnformasiya savadlığı yox, məntiqi təfəkkür yox, rasional intellekt yox. Amma bu şagirdlərdə sosial bacarıqlar inkişaf edib. Çünki 5-i digər yoldaşları danışarkən diqqətlə dinləyir, hörmət eləyir. Bunlar hamısı sosial bacarıqlardır. Emosional intellekt haqqında verilmiş fikirlərdən doğrudur. Emosional intellekt inkişaf etdirməyə yetkinlik yaşından başlamaq səhvdir. Valideyn emosional intellektin yüksək inkişafı şagirddə birbaşa təsir edən faktordur, doğrudur. İnkişaf etdirmək üçün summativ qiymətləndirmə səhvdir, tənqid etmək səhvdir, mənəvi dəyərlər səhvdir. Deməli oldu B variantı. Şagird riyaziyyat fənnini xoşlamır, lakin bu fəndən imtahan verəcəyini bildiyi üçün emosiyalarını idarə edir və özünə daxili motivasiya verir. Deməli, şagirddə emosional intellekt inkişaf eləyib. C variantı. Oldu həmkarlar, bura qədər.